çağda dövlət və folklor münasibətlərinə diskursiv baxış adlı məruzədə problemin qoyuluşu hesab edirik ki, açar anlayışların bir-biri ilə kombinasiyasında müəyyən qədər əks olunur. Tarixi baxımdan folklor və dövlətçilik münasibətlərini diaxronik olaraq ən müxtəlif dövrlərdə izləmək mümkündür. Biz bu dövrlər içərisindən müasir içində yaşadığımız dövrü və Avropa terminologiyası ilə postmodernist mərhələ hesab olunan dövrü əsas götürmüşük. Bu mərhələdə folklor və dövlətçilik münasibətlərinin analizini diqqətə çatdırmaq istəyirik. Ən mühüm və əsas olan odur ki, nəzəri metodoloji baxımdan bu problemə, bu münasibətlərə diskurs nəzəriyyəti işığında nəzər salmaq istəyirik. İki əsas məqsədimiz vardır. Birinci məqsədimiz folklor və dövlətçilik münasibətlərinin cari olaraq bir mexanizm olaraq necə işləməsi mexanizmini diqqətə nəzərə çatdırmaqdan ibarətdir. Folklor və dövlətçilik sosial mədəni təsisat olaraq bir-biri ilə qarşılıqlı münasibətlər dünən necə işləmişdir və bugün necə işləyir. Xüsusən bugün necə işləməsi xüsusi olaraq aktual bir mövzudur. İkinci cari strateji hədəfimiz isə əslində sosial antropoloji yanaşma metodologiyasını nümayiş etdirməklə ictimai humanitar elmlərdə folklora bir sosial antropoloji yanaşma metodologiyasını təşviq etməkdən ibarətdir. Belə bir məqsədimiz də vardır. Deməli, məlum olduğu kimi birinci bir postmodernizm anlayışının burada izahını verək. Məlum olduğu kimi 19-cu əsrin sonunda Alman filosofu Nietzsche Tanrı ölüb diskursunu ilerletiyor. 1882-ci ildə elm əsərində, elmlər əsərində belə bir diskursu iləri sürür və ondan sonra Zərdüşt belə söyləmişdi əsərində bu diskursu daha da inkişaf etdirir. Bu diskursun iləri sürülməsini postmodernizmin başlanğıcı, stat məqamı hesab edirlər. Amma paradoskallıq ondan ibarətdir ki, postmodernizm 19-cu əsrin sonu yox, 20-ci əsrin sonu, deməli, ikinci yarısından sonra əlamətləri meydana gəlməyə başlamışdır. Sadəcə olaraq Nietzsche zamanı 100 il qabaqlayaraq belə bir diskurs iləri sürmüşdür. Nietzsche'dən sonra Michel Foucault, Jean Francis Lyotard, Jean Baudrillard artıq içində yaşadığımız 20-ci əsrin sona çatması, sosial mədəni, mənəvi paradigmaların əsaslı olaraq dəyişilməsi, deməli, fikirlərini iləri sürmüşdür. Onlar hesab edildilər ki, artıq həmin bu dövrdə ciddi şəkildə paradigmatik dəyişikliklər baş verir. Postmodernizmi anlamaq üçün müxtəlif baxış bucaqlarından yanaşmaq mümkündür. Biz hesab edirik ki, bizə lazım olduğu kontekstdə grand narrativ anlayışı əsasında üzərində xüsusi olaraq dayanmaq lazımdır. Grand narrativ anlayışı nədir? Bu böyük hekayə deməkdir. Hesab olunur ki, modernist mərhələdə grand narrativlər geniş şəkildə yayılmağa başlayır. Jean Francis Lyotard tərəfindən bu formalaşdırılır. Din, maarifçilik, marksizm, milli dövlətçilik əsas grand narrativlər hesab olunur. Grand narrativlərin ümumi cəhəti ondan ibarətdir ki, onlar hesab edirlər ki, tarixin bir vahid məqsədi vardır və tarix həmin məqsədə doğru hərəkət edir. Din də, maarifçilik də, marksizm də, milli ideologiyada əslində öz ideya paradigmaları baxımından bir-birindən əsaslı şəkildə fərqlənir. Lakin buna baxmayaraq, onlar hamısı grand narrativ hesab olunurlar. Deməli, postmodernist dövrdə hesab edirlər ki, grand narrativlər sənədində uğrayır, vahid həqiqət yerinə çox saylı həqiqətlər, çox səsli xarakter almağa başlayır. Hər bir tarixin və cəmiyyətin inkişafını müəyyən bir məqsədə bağlayırlar postmodernizmdə və bu postmodernizmin əsas xüsusiyyətidir. Biz bu grand narrativlər anlayışını, deməli, özümüz yadda saxlamalıyıq. Çünki bizim grand narrativlər anlayışı ümumi olaraq, bir metodoloji olaraq bizə lazım olan anlayış olacaqdır. Növbəti diskurs anlayışı. Diskurs anlayışı, deməli, postmodernizmdə, xüsusən Michel Foucault tərəfindən danışıq kimi deyil, əksinə, danışıq əvəzinə deyil, diskurs anlayışı daha çox danışığı müəyyənləşdirən çərçivə anlamında istifadə olunur. Foucault hesab edir ki, diskurs
danışıq yox, bilik və güc sistemidir. O nəyin necə danışılacağını və qəbul edəcəyini müəyyən edən bir sistem kimi irəli sürülür. Növbəti bizim əsas anlayışımız dövlət və diskurs yanaşması dövlət anlayışıdır. Postmodernizmdə dövlət diskurslar vasitəsilə qurulan fenomendir. Bu diskurslar hüquq, təhsil, səhiyyə kimi bilik sistemləri əsasında qurulur. Michel Foucault iddia edir ki, dövlət sadəcə fiziki institutlar vasitəsilə deyil, eyni zamanda diskurslar vasitəsilə formalaşır və fəaliyyət göstərir. Dil, norma, bilik kimi anlayışlar onun idarə etməsinin əsasını təşkil edir. Və nəhayət dördüncü sərbəstədə əksini tapan folklor anlayışı. Təbii ki, peşəkar folklorşünasların inkişaf etdiyi bir auditoriyada folklorun ilkin, primitiv sualı olan folklor nədir sualına qayıtmaq biraz təəccüblü görünə bilər. Amma məsələ ondan ibarətdir ki, ictimai humanitar elmlər içərisində bəlkə də yeganə folklorşünaslıqdır ki, folklor nədir sualı 200 il bundan qabaq həmin elm sahəsi yaranarkən aktual olduğu dərəcədə günü bugünün özündə də aktualdır. Folklorşünaslıqda çoxlu sayda konsepsiyalar, yanaşmalar, baxışlar məhz bu suala verilən fərqli cavablardan meydana gəlmişdir. Və bu suala verilən fərqli cavablardan folklorşünaslıqda hal-hazırda iki əsas paradigma mövcuddur. Mətin mərkəzli folklorşünaslıq, icra mərkəzli folklorşünaslıq. Mətin mərkəzli folklorşünaslığa filoloji folklorşünaslıq deyilə bilir. İcra mərkəzli folklorşünaslığa isə sosial antropoloji folklorşünaslıq deyilə bilər. Bizim hazırki araşdırmamızda biz daha çox deməli icra mərkəzli folklorşünaslıq paradigmasını əsas götürürük. Deməli burada bir Alan Dandeti, Don Ben Amos'u görürük. Burada Richard Bauman'ın da şəkli əlavə oluna bilərdi. Bu folklorşünaslığın tarixi müqayisəli metoddan 20-ci əsrin ikinci yarısında yeni nəzəri postulata keçidində rol oynamış folklorşünaslardır. Və onların əsas postulatları nə ilə fərqlənirdi? Folk və lore anlayışına münasibət əsaslı şəkildə fərqlənirdi. Deməli, o filoloji folklorşünaslıqda. İcra mərkəzli folklorşünaslıqda hesab edilirdi ki, folk ən qədim dövrdən, insanın təbiətdən cəmiyyətə keçdiyi andan günü bu günə qədər insanların ən müxtəlif kombinasiyalarda sosiallaşma modelləridir. Bir ailənin tərkibində 2 nəfərdən tutmuş, bir planetin tərkibində milyardlarla insana qədər. Əgər ənənəvi folklorşünaslıqda xalq anlayışı adı altında millət, etnik qrup nəzərdə tutulurdusa, bu folklorşünaslıq adı altında artıq ayrıca sosial qruplar. Məsələn, hesab olunurdu ki, əgər iki şəxs hər hansı bir əşyaya, sözə öz aralarında xüsusi məna verib mənalandırırlarsa və o daim təkrarlanırsa, həmin təkrarlanan anlayış lore, həmin onu təkrarlayan 2 nəfər isə folk anlayışına uyğun gəlir. Yəni, bax, bizim əsas demək istədiyimiz fikirlər bundan ibarətdir. İndi keçək əsas məsələyə. Folklor və dövlət münasibətlərinin tarixi mərhələləri. Hesab edirik ki, folklor və dövlət münasibətlərini 3 mühüm mərhələdə nəzərdən keçirmək doğru olar. Birinci klassik mərhələ ən qədim dövrdən 17-18-ci əsrlərə qədər olan dövr, modernist mərhələ 17-19-cu əsrlərdən 20-ci əsrin sonlarına qədər olan dövr və postmodernist mərhələ 20-ci əsrin sonlarından günümüzə qədər olan dövr. Bizim əsas tədqiqatımız postmodernist mərhələdir, lakin postmodernist mərhələdəki proseslərin adekvat dərkini anlamaq və başa düşmək üçün folklor və dövlət münasibətlərinin klassik və modernist mərhələdə də kəşf etdiyi xüsusiyyətləri bilmək, nəzərdən keçirmək daha çox məqsədə uyğun olardı. Deməli, əvvəlcə klassik mərhələdə, ən qədim dövrlərdən 17-18-ci əsrlərə qədər folklor təbii qrant narrativ kimi qəbul olunurdu. Biz dedik ki, bizim əsas anlayış qrant narrativdir. Təbii qrant narrativdir. Bu dövrdə folklor yalnız nağıl, bayatı, dastan deyil, həm də xalqın dünyaya baxışını ifadə edən əsas vasitə idi. Folklor vasitəsilə xalq mənşəyini, cəmiyyətin quruluşunu və təbiətin sirlərini izah edildilər. Bu səbəbdən də folklor həmin dövrdə metanarrativ, yəni xalq üçün həqiqətin əsas hekayəti hesab olunurdu. Deməli, digər bir tərəfdən isə həmin tarixi mərhələdə folklor və dövlətçilik münasibətləri necə idi? Həmin tarixi mərhələdə folklor və dövlət münasibətləri bizim Oğuznamələrdə, Dədə Qorqud dastanlarında göründüyü kimi
Daha çox qədim Türk eposlarında hökmdar obrazı ilahi mənşəyə bağlanılırdı, sakral mənşə ilə izah olunurdu. Dövlət qurmaq, onu qorumaq, nəinki əxlaqi, siyasi, hətta kosmik məsuliyyət hesab olunurdu. Və bütün bizim klasik dastanlarımızdan bu dövlətçilik xətti əsas ana xətt kimi keçməkdə idi. Növbəti deməli dastanlarımızda biz kimik, biz hardan gəlmişik, biz hara gedirik, niyə bu hökmdara tabiyik, hansı dəyərləri qoruyuruq? Təbii ki, bu sualların artırmaq da mövcuddur və bu suallar və bu nümunələr vasitəsilə folklor insanların mənəvi varlıq axtarışlarına mənalı cavablar verir və milli şuurun formalaşmasında xüsusi rol oynayırdı. Deməli, folklor dövlətin gücünü və milli kimliyini təsdiqləyir bu mərhələdə. Folklor bu mərhələdə, deməli, klassik mərhələdə dövlətin gücünü təsdiqləyir, özünü qrand narrativ kimi göstərməkdə davam edirdi. Növbəti ikinci mərhələ, bayaq qeyd etdiyimiz kimi modernist mərhələdir. Modernist mərhələ 17-18-ci əsrlərdə elmin, texnologiyanın inkişafı ilə meydana gəlməyə başlayır. Baş verən əsas proses ondan ibarət olur ki, folklor özü elmi dünya görüşün, mədəniyyətşünaslığın, etnografiyanın, sosiologiyanın tədqiqat obyektinə çevrilməyə başlayır, öyrənilməyə başlayır. Folklor milli kimliyi qoruyan, xalqın etnik milli xarakterini göstərən bir fenomen olaraq artıq deməli, özü qrand narrativ funksiyasında iştirak etmir, digər qrand narrativlərin həyata keçirilməsinin yardımcısı funksiyasında özünü göstərir. Yəni ki, biz əgər diqqətlə fikir versək görərik ki, həmin mərhələlərdə içində yaşadığımız dövrdə, Sovet hakimiyyəti illərində hamımız şahidik ki, aşıq yaradıcılığı və folklor nümunələri sovetləşdirilməyə meyilli idi. Əslində, postmodernistlərin nöqteyi nəzərindən bu proses, deməli, folklorun qrand narrativə, Sovet ideologiyası qrand narrativinə uyğunlaşdırılması prosesi demək idi. Növbəti, deməli, bu mərhələ, deməli, 20-ci əsrin əvvəllərində eksteri və mərkəzləşmiş dövlətlərdə folklor dövlət ideologiyasının gücləndirilməsi vasitəsi olmuşdur. Folklor milli birlik və sosial realizm üçün seçilib təbliğ edilir və ciddi nəzarət altında saxlanılırdı. Sonraki mərhələlərdə milli ideologiyanın həyata keçirilməsində də yaxından iştirak edilmişdir. Deməli, folklorun elm və ideologiya ilə əlaqələri burada əks olunmuşdur. Elmin obyektinə çevrilməsini dediyi ideoloji vasitəyə çevrilir. Foucault'a görə bu güc-bilik münasibətləri deməkdir. Və folklorun yeni dəyərləndirilməsində artıq burada qeyd olunduğu kimi folklor artıq öz-özünü izah edən metanarrativ deyil, kommunist və milli ideologiyanın deməli, ifadəçisinə çevrilir. İnsanlar həqiqəti, elm və tarix nəzəriyyələri bağladıqları üçün folklor keçmişin düşüncə nümunəsi kimi qiymətləndirilməkdə davam edir. Gəldik özümüzün əsas tədqiqat hissəmizə, postmodernizm dövründə folklorun rolu. Bu kifayət qədər mürəkkəb dövrdür, içində yaşadığımız 20-ci əsrin sonundan baş verən fundamental dəyişikliklər əsridir. 20-ci əsrin sonlarından başlayaraq postmodernizm dövrü folklorun bütün ənənəvi narrativlərə qarşı durduğu mərhələdir. Bu dövrdə böyük ideoloji sistemlərə inam zəifliyir, çoxsaylı alternativ hekayələr ortaya çıxır. Folklor artıq yalnız xalqın yaddaşı deyil, həm də güc sisteminə qarşı mikro-müqavimət vasitəsi kimi çıxış edir. Bu yeni dövrdə dövlət, media, bazar, təhsil, texnologiya kimi sahələr öz diskurslarını yaradır və folklor bu şəbəkədə güc və müqavimətin təbii formasına çevrilir. Deməli, biz burada dövlətin güc şəbəkəsi və burada deməli 20-ci əsr postmodernizm dövründə folklor nümunələrini görürük. Memlər, TikTok videoları, marginal qrupların folkloru, mikro-müqavimət folklor nümunələri geniş şəkildə yayılmağa başlayır. İki tendensiya müşahidə olunur postmodernizm mərhələsində. Birinci mərhələ, modernist mərhələdə olduğu kimi ənənəvi, obrazlı şəkildə ifadə etsək, canlı həyatdan ayrılmış folklor nümunələrinin dövlət ideologiyasında istifadəsi istiqamətində iş davam etməkdə olur.
Burada bir üç əsas anlayışı görürük. Mədəniyyət siyasətinin aləti kimi folklor, tutaq ki, milli mədəni irq kimi etikləşdirilir və rəsmi folklor formalarına salınır. İkinci müşahidə olunan cəhət marketinqləşdirilir folklor nümunələri. Tutaq ki, İçəri şəhəri elə bütövlükdə böyük bir marketinqləşdirilmiş folklor zonası hesab etmək olar. Orada xalq sənət nümunələrinin satıldığını, xalçaların, digər nümunələrin satıldığını nəzərə alsa, yəni əlani nümunədir ki, marketinqləşdirilmə təsəvvür olunsun. Üçüncü isə tənzimləyici və selektiv münasibət. Dövlət bəzi folklor növlərini qeyri-rəsmi statusa salır, bəzilərini isə rəsmi statusa salır. Bu birinci istiqamətdə gedən deməli proses bundan ibarətdir. İkinci proses isə artıq internet folklorunda dövlətdən asılı olmayan folklor formaları, rəqəmsal folklor, memlər, internet zarafatları, sosial media ritualları, məsələn, duet videoları, trend sözləri, bu formalar postmodern folklorun ən tipik nümunələridir. Ona görə ki, tez yayılır, dəyişkəndir, çox səslidir. Mikrofolklor və lokal hekayələr postmodern cəmiyyətdə böyük xalq anlayışı parçalanır, əvəzində etnik, regional, gender, sosial təbəqələr üzrə fərdi folklor qrupları yaranır. Sonra folklorun deməli müqavimət funksiyasını yenə də Michel Foucault qeyd edir ki, güc varsa müqavimət var və folklor da bu müqavimətdə iştirak edir. İnternet folkloru və dövlət münasibətləri maraqlı məsələlərdən biridir. Biz müşahidə edirik ki, internet folkloru və dövlət münasibətləri postmodern çağda paralel dövlət və folklorun mövcudluğu mərhələsidir. İnternet folkloru dövlətlə əməkdaşlıq edir, dialoqa gedir və onunla paralel mövcudluğunu davam elətdirir. Dövlət müəyyən diskurslarını, deməli Michel Foucault yazır ki, gücün içində formalaşır, amma ona tabi olmur və dövlət diskurs yaradır, internet folkloru da həmin diskursa adekvat olaraq cavab verir. Deməli, buna bir nümunə olaraq 2-ci Qarabağ müharibəsində internet folklorunun görürük ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin məşhur zəfər şüarı Qarabağ Azərbaycandır. İnternet məkanında nəinki türk dilli internet məkanından, bütövlükdə türk dünyası, müsəlman dünyası, hətta belə o çərçivələrdən də çıxmaq şərti ilə necə sürətlə folklorlaşdığının şahidi oluruq. Və yaxud bundan əlavə Cənab Prezidentin müharibə illərində səsləndirdiyi nə oldu Paşinyan, iti qovan kimi ifadələrin internet məkanında sürətlə folklorlaşmasının şahidi oluruq. Əslində bütün bunlar iqtidarla xalq arasındakı birliyin internet folklorunda öz deməli əksini, internet folkloru platformasında əksini tapan əlamətləridir. Beləliklə, nəticə olaraq onu qeyd edə bilərik ki, postmodernizm mərhələsində, postmodernizm dövründə, təbii ki, bu heç də o demək deyil ki, klassik dövrdə və yaxud modernist dövrdə folklor azad inkişaf edən və dövlətlə əlaqəli olanı bölünməyibdir. Sadəcə olaraq postmodernizm dövründə kütləvi informasiya vasitələrinin xarakterinin dəyişməsi, internetin yaranması, İKT-nin sürətli inkişafı azad folklorun genişlənməsi və yayılması üçün son dərəcə böyük imkanlar yaratmışdır. Biz hesab edirik ki, bu sosial antropoloji aspektdən müasir dövrdə baş verən bu proseslərin izlənilməsi kifayət qədər elmi olmaqla yanaşı, eyni zamanda milli maraqlara, milli ideoloji təhlükəsizliyin qorunmasına da yönəlmişdir. Yəni, dövlətin, tutaq ki, folklorla münasibətlərində o elementlərin nəzərə alınması, daha çox ideologiyanın formalaşdırılmasına cəlb olunması o mexanizmlərin bilinməsindən bilavasitə asılıdır. Yekun olaraq qeyd etmək istəyirik ki, hər bir dövlətin ən böyük sərvəti onun milli dövlətidir. Milli dövlətin ən böyük qarantısı isə onun mədəniyyətidir. Çox sağ olun.